Hədəfi görən hər kəs atəş açmır, lakin atəş açan hər kəs qələbəni gözləyir. Salam əziz tamaşaçılar, bugün yenidən hədəfimizi daha dəqiq qoymaq üçün inam və qələbə ruhu ilə buradayıq. Çünki həyatda da, idmanda da atəşin ən güclü mənbəyi insanın əzmi və iradəsidir. Bu dəfəki qonağımız isə Kamran Zeynalovdur. O, dünya çempionu, Avropa çempionu, eyni zamanda Paris 2024 yay paralimpiyasının iştirakçısıdır. Qələbə əzminin bu dəfəki qonağı 2024-cü il Paris Yay Paralimpiyadasının iştirakçısı, dünya və Avropa çempionu, paragüllə atıcısı Kamran Zeynalovdur. O, 1992-ci ilin yanvarın 28-də Sabirabad şəhərində dünyaya gəlib. Salam Kamran bəy, sizinlə söhbətimizin məğzına keçməzdən əvvəl istəyirəm ki, sizi özünüzün dilindən tanıyaq. Çünki bir müdrik deyir ki, insanı özündən başqa hər kəs təhrif eləyir. Ona görə Kamran Zeynalov kimdir? Salamlayıram sizləri. Kamran Zeynalov Milli Paralimpiyanın idmançısı, dünya və Avropa çempionu və inşallah ki, ardıcıl olaraq bu qələbələri qorumaq üçün çalışan bir idmançı. Yəqin ki, sizin yadınızda deyil, amma mənim çox yaxşı yadımdadır. Biz bu layihəyə başlamamışdan əvvəl, hətta deyərdim ki, layihənin ilk buraxılışında mən sizi çəkmək istirdim. Amma necə alındısa bilmirəm, sizin həm vaxtı bir yarışınız vardı və bizim vaxtlarımız üst-üstə düşmədi. Ondan sonra siz Parisə getdiniz, Paris 2024 yay paralimpiyadasına, daha sonra dünya və Avropa çempionu oldunuz. Yəni mən sizi gözləyəndə siz nailiyyətlərinizi artırdınız. Bu təbii ki, yaxşı bir haldır. Amma sonra yenidən biz sizinlə yenə çəkiliş planı hazırladıq. Sonra yenə uyğun gəlmədi. Siz dayanmırdınız. Siz yenə yarışlara davam edirdiniz. Ona görə mənə maraqlıdır ki, sizcə hər bir şey öz vaxtına mı gözəldir, yoxsa biz yəni idman həyatında da, elə iş həyatımızda da nəyəsə təsir edib onun tezliyini artıra bilərikmi? Ümumiyyətlə atıcılıqda necədir? Yəni öz taleyimizi öz əlimizlə dəyişə bilərikmi? Əslində bəli, bu mümkündür. Öz taleyimizi özümüz dəyişə bilərik. Bunun məqsədi iradədir, səbirdir. Amma bəzi hallarda nə etsək də taleyin gözəl oyunu ilə qarşılaşırıq. Kamran bəy, sizdə idmana maraq hardan və necə yarandı? Kiçik yaşlarından özüm fiziki olaraq hər zaman məşq eləmişəm. Amma Paralimpiya ailəsinə qoşulmaq 2008-ci ildə təsadüf edib. Amma tanışdığım 2004-cü ildə canlı əfsanəmiz İlham Zəkiyev və mənim məşq yoldaşım olub Yelena Taranovanı kanalların birində Afina Olimpiyadasından qayıdarkən efirdə gördüm və bir arzu olaraq içimdən keçirdim ki, kaş mən də idmançı olardım. 2008-ci ildə mən Sumqayıt şəhərində yaşayıram. Paralimpiya kompleksi, idman kompleksi Sumqayıt şəhərində açıldı. 2008-ci ilin noyabrın 30-undan mən idmana başladım. Düzdür, mənim sevdiyim idman növləri ağırlıq qaldırma və üzgüçülük olub. Atıcılığa həqiqətən həvəsim olmur uşaqlıqdan, amma məsləhət atıcılığı gördülər. Sadəcə bir müddət belə deyim də uşaqlıq fikirləri olaraq küstüm, gəlmədim. Amma bir dəfə dostumun məşqinə gedirdim Paralimpiya kompleksinə. Orada Zaur müəllimi gördüm, Cido müəllimi, Rəzəblər ailəsindən Zaur müəllimi. O mənə dedi, dostum, sən niyə idmana gəlmirsən? Dedim, mən bu növləri istəyirəm, ağırlıq qalma, üzgüçülük. O mənə dedi ki, gəl bir dostluq yaransın, yəni tanışlıq olsun. O zamandan sonra keçərsən sən öz istədiyin növə, birdən-birə olmaz ki, əslində bu sözləri çox belə ürəyimə yatdı həqiqətən. Sabahından atıcılıq idman növünə başladım, amma bir müddət, hardasa bir 20 günə qədər burada məşq elədim atıcılıq idman növündə və oradakı o çətinlik və səbir məni özünə aşiq elədi. Kamran bəy, mənim bütün qonaqlarıma verdiyim ənənəvi bir sualım var ki, onu sizə də ünvanlamaq istəyirəm. İlk məşq gününüzü və ilk məşqinizi xatırlayırsınızmı? Əlbəttə, ilk məşqə gəldiyim zaman ağ bərəyə atış atdım və orada 5 atışdan sadəcə 3-ünü vura bilmişdim. Amma məşqçilər baxdılar, dedilər, istedad var, yəni alınar, zaman lazımdır. Bizim atıcılıq növdə zaman çox önəmlidir. Yəni bizim bu idman növüdə bir ilə müəyyən bir etap keçə bilərsən, kiçik bir etap, amma
bizim idman növü zaman istəyən, zaman gözləyən bir idman növüdür. Kamran bəy, sizin seçiminizə ailənizin reaksiyası necə oldu? Ailəmin reaksiyası idman növü yox, belə ki, mənim bütün qərarlarımda dəstək olublar, həm də idman növündə. Onlar heç bir zaman qərarlarımı yargılamayıblar, hər zaman dəstək olublar. Yəni, buradan təşəkkür edirəm onlara, hər zaman mənə dəstək olublar. Onlar mənə söylədi ki, yəni, bu həyat sənindir də, sən hansı idman növünü istəsən və ya hansı yolu seçsən, belə də biz sənin arxandayıq. Kamran bəy, bizə milli komandaya keçidiniz haqqında danışın, zəhmət olmasa. Milli komandaya nə zaman keçdiniz? Milli komandaya 2010-cu ilin mart ayında Türkiyənin Antalya şəhərində Dünya Kuboku idi. Orada iştirak edəcəkdim və digər məşğuldaşlarımla və orada mən ora gedərkən müəyyən bir bizdə xal var, düzdür, o xalı ata bilməmişdim. Sadəcə yeni yetmə idmançı olduğum üçün bir şans yaratdılar mənə ki, yoxlayaq səni. Və orada mən iştirak edərkən öz atdığım xaldan 15 xala yaxın yüksək nəticə verərək öz yeni rekordumu qoydum. Yenilədiniz? Bəli. Yəni məşq zamanı bu xala çatmırdım. Orada mən 4-cü yer oldum ilk yarışımda. Artıq yer tutmağınız belə sizi həvəsləndirdi. Bəli, finala yüksəldim və finalda da 2 rəqimi üstələyərək 4-cü yer olmuşdum. Kamran bəy, mən düşünürəm ki, idmançıların həyat hekayəsini bilmək lazımdır ki, onlara daha yaxından bələd olaq. Bu baxımdan mən istəyirəm ki, sizin sağlamlığınız, ümumiyyətlə öz kateqoriyanız haqqında həm bizə, həm tamaşaçılara məlumat verəsiniz. Biz də bilək ki, siz hansı kateqoriyada çıxış edirsiniz? Mənim çıxış elədiyim kateqoriya SH kateqoriyasıdır. Bədən üzvlərinin amputantı və əl arabasında olan idmançılardır. Və hər kəs eyni zamanda da atış atır bizim növdə. Bir çoxları paralimpiyaçıları, ümumiyyətlə fiziki məsuliyyətli insanları gördükdə onlara rəhimsi ilə yanaşırlar, biraz fərqli bir baxışla baxırlar. Amma bilmirlər ki, onlar əslində daha mübariz ruha malikdirlər. Sizin bu mübariz ruhla keçdiyiniz çətinliklər mənə çox maraqlıdır ki, hansı çətinlikləri keçmisiniz bu günə qədər? Biz öz əngəllərimizi aşaraq müəyyən bir idman sahəsində, hər hansısa bir iş sahəsində öz uğurlarımızı əldə edirik. İlk zamanlarda daha çox çətinliyim olurdu mənim idmana gəlib getməyim. Yəni o dövrlərdə indi şükür, nə gözəl ki, ölkəmiz günü-gündən inkişaf edir. İndi rahatçılığımız, əlilliyi olan şəxslərin rahat hərəkəti bizim nəqliyyat, yerüstü nəqliyyatımızda avtobusların, pandusların olması falan, bunlar hər birisi mükəmməl. Əvvəldə də bildirdiyim kimi idmançı olmaq arzum idi və idmana başladıqdan sonra Azərbaycan Respublikasının tarixində qalmaq arzum var. Təbii ki, tarixdə iz qoymaq istəyirsiniz. Bəli, iz qoymaq, bəli. Bu olimpiya çempionu olmaqla olacaq ki, inşallah. Və bunun üçün hər zaman nə qədər yorulsam da, nə qədər qarşımda maneə olsa da, əngəl olsa da, bu maneələri aşmaq üçün səbəblər və variantlar axtarıb tapırdım. Beləliklə də öz məşqimdən heç bir zaman qalmırdım. Kamran bəy, yarışlardan əvvəl özünüzü necə motivasiya edirsiniz? Dostlarla, məşğuldaşlarla danışıram, gülürəm, əylənirəm. Amma yarışıma 1 saat qala mən heç bir kəslə danışmıram, sakitcə fokuslansınız yarışa. Bəli. Uğura gedən yolu düşünürəm. Öz texnikalarımı düşünürəm, öz atışlarımı düşünürəm ki, harda nə etmişdim ki, mən bu uğurları əldə eləmişdim. Yarışa start verildikdən sonra son 20 güllə qala mən monitora baxıram ki, məsəl üçün finala düşmüşəmsə, müəyyən xal var, bilirik ki, hansı xalla düşə bilir. Və məndə biraz rahatçılıq olur və ondan sonra üzüm gülərək atışlara davam edirəm. Təbii ki, bütün qələbələr unudulmaz olur, amma mənə maraqlıdır ki, siz ilk qələbənizi necə xatırlayırsınız? İlk qələbəm deməyim, ən uğurlu qələbəm deyim. Mənim ən uğurlu qələbəm
dünya çempionu olmağımdır. Peru Lima şəhərində olmağımdır. 2023-cü ildə 50 metr məsafə atışında mən dünya çempionu olmuşdum və bu uğurumu unutmuram. Çünki yarışa 4 gün qala mənim silahım xarab olmuşdu. Bəs neynədir? Neynədim? Yarış günü silahımı düzəldə bildik. Təbii ki, hər kəs məşq edir. Yarışa nə qədər qalmışdı artıq? Yarışa saatlar qala mən silahımı düzəltmişdim. Start verildikdən sonra mənim silahım yenidən xarab olmuşdu. Bəs neynədir? 10 dəqiqə əlimi silahdan çəkmədən onu yerindəcə düzəltməyə çalışırdım. Və şükür olsun çalışdım, amma silahda müəyyən bir həssaslıq daha da artmışdı. Bu zaman həyəcandan gözümdən yaş axmağa başladı. Dəhşət. Bunu mən heç vaxt unutmaram. Yəni nə qədər qələbəm olsa da. Çox duyğulu an olub. Bəli, çox çətin anlar olub əslində. Sadəcə şəxsi məşqçim İradə xanım Aşımova, Respublikanın baş məşqçisidir. O hər zaman bizə bir texnika var idi. Gözü yumub əzələni hiss eləmə texnikası. Gözümü yumurdum, əlimi qaldırırdım. O hissləri indi də yaşayıram hal-hazırda mən. Əlimi qaldırdım, nişanı göz açıq elə diqqətlə ala bilmirəm. Yəni o dərəcədə sərrast hədəfin altında dayanmaq olmur. Mən o qədər əzələni hiss eləyirdim. Və 40 atışa qədər mən o sistemlə işlədim, o texnika ilə işlədim. Gözümü yumub, hədəfin altında dayanıb və gözümü açıb 3 saniyə ərzində tətiyi çəkmək texnikası. 40 atışdan sonra biraz sakitləşdim. Düzə müəyyən bir xalımı görmüşdüm tabloda və mənə rahatçılıq gəldi. Birinciliyi düşünmürdüm, amma ikinciliyi düşünürdüm ki, yəni ikincidə qalacam burada. Və elə qismət oldu ki, finalda da rəqiblərimdən 4,5 xal yuxarı nəticə göstərərək birinci yerdə, fəxri kürsünün birinci yerində qərarlandım. Təbrik edirik bir daha. Təşəkkürlər. Kamran bəy, sizin qələbələrinizin sayı təbii ki, çoxdur. Paris 2024-də iştirak etməyiniz, eyni zamanda bu il həm dünya, həm Avropa çempionu olmağınız, vətənə 5 medalla qayıtmağınız. Deyə bilərikmi bu il sizə düşərli oldu? Bəli, bu il çox düşərli oldu. 3 yarışdan 5 medalla qayıtmaq, sevinci yaşamaq çox gözəldir və qürur vericidir. İnşallah ki, çalışıram ardın gətirək və Avropa dünya çempionluğunun titulunu qoruyaq. Yəni bunun üçün gecə-gündüz məşq edirəm. Çalışırsınız. Bəli, dayanmadan çalışıram. Bəs yaxşı, Parisi necə xatırlayırsınız? Həmin yay paralimpiyadasını? Paris Paralimpiya oyunları əslində o atış tirində mən Paris Olimpiya oyunları daxil 5-ci iştirakım idi eyni tirdə. Onların ikisində medal əldə eləmişdim o atış tirimizdə. Və düşünmürdüm oradan medalsız qayıdan. Ən azından deyirdim ikinciliyim olacaq. Çünki o atış xətti, o atış sahəsi sizə tanış idi. Bəli, həm tanış idi, həm doğma idi. Çox rahat olur. Yəni o tirdə atış atmaq çox rahatdır və 2 dəfə də orada medal əldə etmək bir avantaj verir insana. Düz mən orada 13-14-cü yerlərdə yekunlaşdım. 3 xalla finalda. Sizə nə əngəl oldu bəs? Bizim növ belədir ki, bir xırda səhv bağışlamır. Bəli. Hər 10 metr və 50 metr məsafəmdə də bir səhvə, 3 xalla finaldan kənarlaşdım. Yəni xalım 3 xalla çatmadı. Ona görə də bir növümdə 13-cü yer, bir növümdə 14-cü yerdən yekunlaşdım. Belə tamamladım. Əslində uğursuzluq hesab eləmirəm. Sadəcə şansım gətirmədi, belə deyim. Amma əsas odur ki, bu il yenə də vətənə 5 medal qazandırdınız. Bəli, ondan sonra təbii ki, mən dayanmadım, yenidən məşqlərimə davam elədim və şükürlər olsun Serbiyada keçirilən Grand Prix-dən bir qızıl medal, Avropa çempionatından bir qızıl, 2 gümüş və Birləşmiş Ərəb Əmirliklərinin Ələyin şəhərində keçirilən Dünya Kubokundan da bürünc medalla
vətənə qayıtdım. Sevincli bir hissdir təbii ki. Kamran bəy, gündəlik həyatda hansı hobbiləriniz və maraqlarınız var? Gündəlik həyatımda hobbilərim böyle günümün yarısı atıcılıqda keçir. Məşqlərlə. Bəli, məşqlərlə. Ondan sonra dostlarla görüşürəm, bulvara düşürəm, Bakımızın gözəl bulvarında gəzirəm. Biraz sakitçilik axtarıram, yorğunçuluq olduğu üçün. Və özüm atıcılıqdan başqa özüm rəqslə məşğulam. Dans ability bu da rəqs. çox maraqlıdır. Bəli, dans ability rəqs qrupunun üzvüyəm, rəqqasıyam. Mən onunla da məşğulam. Çıxışlarım olur. Bəli. Bundan başqa mən para velosipedlə məşğulam. Bu da çox maraqlıdır. Bilmirdim bəs bunu. Bəli, özüm fiziki fitness zallarında özüm məşq edirəm. Zaman vaxt ayırıb əzələnin geriləməməsi üçün, həm də ki, vaxtımın getməsi üçün. Daha səmərəli keçirmək üçün. Bəli. Bəs yaxşı, gələcəkdə özünüz kimi idmançılar yetişdirməyi düşünürsünüzmü? Məşqçilik ümumiyyətlə həyatına atılmağı düşünürsünüzmü? Karyeranızı bitirdikdən sonra təbii ki. Təbii ki, fikrim var. Əlbəttə, bu sahədə də özümü yoxlayıram. Hal-hazırda 6 tələbəm var. Düzdür, yarışlar zamanı mən onlara istirahət verirəm. Bu, indi hal-hazırda mənim həm idmançı, həm məşqçi olmağım mənə biraz çətinlik yaradır zaman baxımından. Təbii ki, tələbələrin üzərində durmalısan, onların səhvlərini mən gördükcə, onlara o səhvləri dedikcə, onlar o səhvləri unutacaq. Amma mən onlara belə desəm ki, məşq özünüz edin, onlar o səhvlərlə çox mənfi bir vəziyyətə düşərlər. Onun üçün yarışlardan bağlı mən onlara istirahət vermişdim. Amma İnşallah üzümüzə gələn həftədən yenidən fəaliyyətə başlayacağam təbii ki. Çalışıram ki, bildiyimi digər gənclərə də ötürəm. Bəli, ötürəm ki, yararlansınlar. Onlar da ölkəmizi, bayrağımızı layiqincə təmsil eləsinlər yarışlarda. Son olaraq mən istəyirəm ki, bizi izləyən tamaşaçılarımıza və yaxud nəyəsə görə çəkinən fiziki məhdədiyyətli uşaqlarımıza, idmançılarımıza səslənəsiniz və onların bu idman növündə özlərini sınamağına təşviq edəsiniz. Çünki bizim əsas məqsədimiz budur ki, biz idmançılarımızı, sizin kimi idmançılarımızı çəkək göstərək ki, belə bir idman növü var, belə bir kateqoriya var. Onlar da gəlib iştirak edə bilərlər. Demək istəyirəm ki, fiziki məhdudiyyəti olan gənclərimizə, şəxslərə ən əsası əngəl bizim beynimizdədir, fikrimizdədir. Öz fikrimizi aşaq. Yerdə qalan bütün əngəlləri aşmaq asandır və hər hansı bir fiziki məhdudiyyəti olan şəxslər hər hansısa bir sahəni sevirsə, o sahə üstündə özlərini, əngəllərini aşmağa məcbur eləsinlər və üzərlərində, öz işlərində çalışsınlar ki, hər hansı bir sahənin bir nömrəsi olmaq. Ən gözəli budur. Yəni, biz düşüncələrimizi əngəl etməsək, öz fikirlərimizi stoplamasaq, heç kim qarşımızda dura bilməz bizim. Əsasən bizim öz fikrimiz və iradəmizdir. Əziz tamaşaçılar, təbii ki, hər bir idmançının arxasında onun məşqçisi dayanır. Məhz buna görə də biz yığma komandanın baş məşqçisi Əfqan bəy ilə həmsöhbət olacağıq. Salam Əfqan bəy. Salam. Bugün sizinlə həmsöhbət olaraq biz istəyirik ki, ilk ondan başlayım ki, Kamran bəy necə bir idmançıdır? Onun idman fəaliyyəti haqqında bizə məlumat verəsiniz. Kamran bəy çox məsuliyyətli idmançıdır. Verilən tapşırıqları vaxtında və zamanında yerinə yetirir. Güllü atıcılığı idman növüdə ki, çox məsuliyyətli idman növüdür. Burada idman növünə çox məsuliyyətli yanaşmaq lazımdır ki, nəticə göstərəsiniz. Bəs yaxşı, Kamran bəyin ilk gəlişini xatırlayırsınızmı? Onda ilk dəfə onu görəndə hansı təəssüratlar yaranmışdı sizdə? Deməli, Kamran bəy 2008-də gəlib, mən özüm 2009-da Paralimpiya ailəsinə qoşulmuşam. İlk o çox kiçik idi, gənc idi. Oradan başlayıb məşq elətdirirdi. Yəni, demək olar evi yaxında idi, Paralimpiya idman kompleksində məşq edib Sumqayıtda 47-ci mərhələdə.
orada məşqlərə qoşulurdu. O vaxt bizdə silah, hədəflərimiz elektron deyildi, kağız hədəfləri atırdıq. Aha. O vaxtdan biz başladıq məşq eləməyə. Mənə maraqlıdır ki, ümumiyyətlə bu atıcılıq idman növündə yarışa hazırlıq prosesi necə olur? Yarışa hazırlıq prosesi bizdə belədir ki, bütün ili məşq edirik. Məsələn deyək, gələn il bizdə dünya çempionatıdır Koreyada. Birbaşa lisenziya veririk Paralimpiya oyunlarına. Biz ona 2028. Bəli, 2028 Paralimpiya oyunlarına lisenziya veririk. Biz onu 3 ay qabaqdan daha da artıq atışları artırmalıyıq ki, məsuliyyəti artıraq. Məqsədimiz də ki, oradan lisenziya götürməkdir. Kamran bəyin bu uğurlar qazanacağına inanırdınızmı? Onun dünya və Avropa çempionu olduqda, yəni bundan sonra hansı məqsədləri qoşdunuz qarşınıza ki, 2028-ci ildə Los Angeles Paralimpiyadasında qızıl medal qazanmaq və s. Məlumat verim ki, Kamran Avropa və dünya çempionudur. Dünya kuboklarında dəfələrlə çempion, ikinci, üçüncü yerləri tutub. Bir onun medalı qalıb Olimpiya çempionu. Paralimpiya medalını götürəndən sonra demək olar ki, Paralimpiya heyətində də o da qoşulacaq Dünya, Avropa və Paralimpiya çempionlarının siyahısına. Bəli, bəli. Düşünürdünüz ki, o dünya və Avropa çempionu olacaq ilk dəfə onu gördükdə? Bəli, biz bütün idmançını götürürük. Götürəndən bir il sonra qərar vermək olur ki, təxmini bununla nailiyyət göstərə bilər. Burada xırda əsəbləşmə, belə deyək, hər hansı bir xırda nəsə fikirləşdinsə, atış alınmır. Başqa idman növlərində dedikləri ki, biz burada həm trenajyorla məşğul oluruq, həm vitaminlər alıb verilir bizə, öz Paralimpiya komitəsinə təşəkkür edilir, təlim məşq toplantıları verir bizə, vitaminlərlə təmin edir. İnşallah gələn ilə biz yüksək səviyyədə hazırlaşmağa da hazırıq. Bundan əlavə son olaraq istəyərdim ki, bizə digər idmançılara, digər Paralimpiya komitəsinə qoşulmaq istəyib, nəyəsə görə çəkinən insanlara öz fikirlərinizi bildirəsiniz ki, bu idman növü var, belə bir idman növündə çıxış edə bilərlər, gəlib qoşulsunlar onlarda. Kim istəsə, bizim Qarabağ qazilərimiz, fiziki qüsurlu insanlar, bizdə kateqoriyalar var. Paralimpiya komitəsinə müraciət edib, öyrənə bilərlər ki, hansı kateqoriyalar, hansı idman növlərinə düşür, həmçində güllə atıcılığına. Gəlib müraciət edib, iştirak edə bilərlər. Əziz tamaşaçılar, biz 10 metrlik məsafəyə pnevmatik tapancadan atışın sirlərini məhz Kamran Zeynalovdan öyrənəcəyik. O bizə alətləri və ləvazimatları da göstərəcək. Burada ayarlanma olur, bunda sıfırlanma. Əlin ətrafı görmək funksiyasını azaldır. Burada bir növ kameranın necə fokusdan, elə bir şeydir bu. Bu da pnevmatik tapancamız. Tapancamızdır. Çəkisi nə qədərdir? Çəki silaha görə dəyişir. Mənim silahım 960 qramdır, amma bu 1 kilo 200-ə qədər qalxa bilər. Əlinizi rahatca oturdururuq, tutacağa və həddəfi nişanə almamışdan öncə gəz və aypacığı tam burada aralıq var, orada düz saxlayırıq və hədəfə nişan alırıq. Mənim üçün sadə bir elementdir, təbii ki. Bəs tapancaya xüsusi bir qulluq və s. dəyişmə, belə bir şeylər varmı? Onlar nədir? Bəli, bunların məsəl üçün zatvor deyirik, açılma sistemində tozlanma olur, onları təmizləyirik. Havaların dedekturu var, onlar sıradan çıxır zamanı keçdikcə onları burada şirkət olmadığı üçün biz yarışlara getdiyimiz zaman onları yarışlarda yeniləyirik təbii ki. Sizcə mən bəs ata bilərəm indi öyrətdim? Əlbəttə, əlbəttə. Yavaş şəkildə çəkmək lazımdır. Burada barmağı sərt çəksək, atış yayınır hədəfdən. Burada çox yavaş hərəkət eləmək lazımdır.